uzaqdayam, səfərdəyəm. Şəhid olsam ağlamayım, çünkü yüksək zirvədəyəm. Düşmənimi əzərəm mən, canıma qəsd edərəm mən. Vətənimin torpağını qanımla öpərəm mən. Bu məktubu yazdım sənə, ağlamadan oxu yenə. Şahid olub bu səngərlər o tozlu vərəqlərinə. Bu məktubu yazdım sənə, ağlamadan oxu yenə. Şahid olub bu səngərlər o tozlu vərəqlərinə. Mən bir igid əskərəm, uzaqdayam, səfərdəyəm. Şəhid olsam ağlamayın, çünkü yüksək zirvədəyəm. Düşmənimi əzərəm mən, canıma qəsd edərəm mən. Vətənimin torpağını qanımla öpərəm mən. Bu məktubu yazdım sənə, ağlamadan oxu yenə. Şahid olub bu səngərlər o tozlu vərəqlərinə. Bu məktubu yazdım sənə, ağlamadan oxu yenə. Şahid olub bu səngərlər o tozlu vərəqlərinə. Şəhid ailəsinin, qazinin, veteranın bir narahatçılığı, bir problemi rəsmi səviyyədə yox. Və bütün tədbirlərimizdə siz bizə yön vermişsiniz, siz yönətmişsiniz, siz rəhbərlik eləmişsiniz. Bu məqsədlə biz də sizi çox sorun deyirik. Və həqiqətən də bu Tərtərin nəinki bizim, bu Tərtər əhalisinin dökülmüş müharibədə də, pandemiya dövrüdə, antiterror dövründə də böyük zəhmətimiz var. Biz bunları gözümüzün şahidliyi ona görə danışırıq. Və həmişə hər yerdə, hər rayonda olanda da biz misal və örnək çəkmişik. Bunu biz yox da artıq digər rayonların şəhid ailələri, qaziləri, veteranları biləndə ki, tərtərlənib deyirsiniz, Allah canınız, siz yarımsınız. Yəni yaxşı mənada deyirsiniz, yarımsınız. Sizi dinləyən, qulaq asan, sizə yol göstərən, sizə hörmət qoyan və çalıştığı qədər köməkli edən bir icra başçınız var. Bugün Allah razı olsun sizdən. Növbəti hər gün biz izləyirik, inan ki, çatdıra bilmirik. Bir şəhid anasının, bir şəhid nənəsinin ad günündə rəhbərliyiz etdiyiniz
ölkədiyimiz Yeni Azərbaycan Partiyası rəhbərliyi ilə bərabər və həmçinin də bizim dəyərli qardaşımız Milli Sinizli Anar müəllimlə bərabər hər yerdə artıq siz əkdiyiniz toxumlardır, artıq bəhlə verməyə başlayır. Sağ olun ki, bizim qismətimizə Allahdan razıyıq ki, siz kimi bir dağ gündə bir insan gətirsiniz. Heç birindən bu qədər yaxın olmamış, heç birindən bu qədər insanların yaşadığı ərazilərdə görəndə bir-birimizi öz dərdimizi demək imkanımız olmuyor. Hətta elə olub ki, 50 metr yaxınına da gedə bilmir. Amma bu günləri artıq Cənab Prezidentin rəhbərliyi altında artıq sizi kimi icra hakimiyyətinin başçıları var ki, mən deyərdim ki, əhali həqiqətən də çox sevir. Sizi tək bizim təbəqə deyil, Tərtərin o, belə deyək də, o fəhləsindən tutmuş yuxarı təbəqəsinə kimi sizi çox istəyirlər. Çünki siz həmişə onların içindəsiniz, siz həmişə onlarlansınız və bizim məhz Tərtərin qəhrəman kimi qalmasında, formalaşmasında, qəhrəman kimi olmasında sizin bilavasitə rolunuz və xidmətiniz var. Bu danamazdır. Bununla belə 50 ildə, 100 ildə keçsə, bunu Tərtər xalqı, Tərtər ictimaiyyəti dana bilməz. Və sizin onun timsalında bütün şəhid ailələrinə, başqa cəmilərin olmaqla qoyduğunuz diqqət və qayğı bizim üçün nümunədir. Siz bir addım attığınız yerdə bir çalışırıq ki, 10 addım ataq ki, biz haradasa nəyəsə bacarır. Allah sizdən razı olsun. Gün rayonumuz hələ inkişaf edir, maşallah, yeni küçələr abadlaşır, gedirəm. Arada bir ama Eldar müəllim, pahalılığın tutur. Sadəcə yerlə bizim kendi gireceği öyle bir de kalk yani. Böyle pahalılığın tutulmuşsun. Ben Xoruzlu yarmamışım da Xoruzlu dolan. Mesela İsmail Beyli dolamaz. Bizim belə deyək də, Hökümimizin mühacirəsinin təməli apreldə olur. Şükürlər olsun ki, Ağdərənin artıq Suqovuşan, Talış Həsənsiz 3 kəndində yaşayış var. Sentyabrın axırına qədər daha 3 kəndə orta köçüş olurlar. İlin sonuna qədər 12 kənddə Ağdərədə bağlı olmaqlı yaşayış olur. Yəni 10 min əhali ora köçəcək. 2026-cı ildə Ağdərə tam məskunlaşacaq. Və digər 140 min insan köçəcək işğalınıza olmuş ərazilərə. Və eyni zamanda paralel olaraq Qərbi Azərbaycan icmasının formalaşması. Aprel hadisələrində Türk şəhidləri hamısının həm duasına girmişəm, həm bu ekspertizasına girmişəm. O da gündə gözümün qabağında rəhmət edəsin. Bu yaxınlarda bir qərar verəcəm. Dünən Şükür Həmidoğlu 50 milli qəhrəman. O da Tərtərdə olur. Son 5'te bir küçə var, orada 2 dənə qalsın. Həm küçə adını dəyişdirib onların verir. 14'ten beri bütün şəhidlərimizin hamısının dəfnində ona qədər onlar indi öz vicdanında, onun sonraki hamısı bizim iştirakımızdan da idarə mədəliyin ayasına Olsun, bizim kanalımız. sonra Cavanşir idi, Bəylər idi. Bəylər idi, sonra Ziyaddin idi. Ziyaddin idi, Fardı buldu. Yəni bunun hamısının hamısının əməyi var. Allah deyərəndə bütün şəhətlərimizə rəhmət edəsin, qəbirlərini orada olsun. Biz də hamılıqsa çalışırıq ki, özlərimizə düşən vəzifələr yerinə yetirir. Allah rəhmət edəsin, qəbirlərini orada olsun. Cənab sağ olun. Biz də Azərbaycan Vətən Müharibəsi Veteranı Birliğinin sərhədi Cənab Rıza Quliyev adından sizə təşəkkür edirik. Çox sağ olun ki, siz artıq Respublikada bir örnək icra başçısı olaraq şəhid ailələrinin, qazilərin, veteranların yanında siz həmişə də olmuşsunuz. O döyüşçülərlə bir yerdə olmuşsunuz. O hər tədbirlərdə, hər bir hissədə keçilən tədbirlərdə Nəzrə əskərlərlə qol qaldırıb sizin oynamağınız, onlara mənəvi dəstək olmağınız, onları ruhlandırmağınız, hardasa qələbəmizin qismən də olsa orada pay oldu. Çox təşəkkür edirik, çox sağ olun.
Biz də tər qazilər adından, veteranlar adından, şəhid ağalar adından burada bizim şəhid atalarımız var. Sizə minnətdarlıq, təşəkkür edirik. Sağ olun. Şimdi bu kadar haber vermeyin. Şimdi de çok iyi. Tərtər şəhər Əsəf Məmmədov adına bir nömrəli tam orta məktəbin 3B sinfi şəhidimiz, məktəbimizin məzunu, Akil şəhidi Nicat İskəndərovun adını daşıyır. Sinif rəhbəri Aliyə müəllimə, şagirdləri ilə daima bizim şəhidimizin ailəsini, atamızı, anamızı daima ziyarət edirlər. Və bu gün də şəhidimizin ildönümü günü özümüzə boş bildik. Ziyarət etməyi, valideynləri. Nə qədər çalışsaq, nə eləsək azdır. Nə eləsək azdır. Bizim şagirdlərimiz öz gözəl davranışları ilə, nümunəvi hərəkətləri ilə, yaxşı oxumaqlarından şəhidimizin ruhunu həmişə şad eləməyə söz verirlər. Eləmi uşaqlar? Bəli. İlahi, bu qanunda gəl bəri, bir ölüm min can xilas eyləyər. Vətəni uğrunda can verənlərə, yaradan cənnəti miras eyləyər. Hər kəsə bəyandır, bu ki həmişə, şəhiddən cənnətin qoxusu gəlir. Bu vətən nə gözəl qaylay deyib ki, bu qədər igidin yuxusu gəlir. Can düşək, yaşayan can düşək, torpağın üstündəki bir qədamcı qan düşəyir. Elə bir rütbədir ki, hər bir kəsə nəsib olma. İnsanın ailəsidir, görünüyə insan düşəyir. Nə şərafətli əcəlli, nə ləyaqətli ölüm ki, vətən torpağı uğrundakı qurban düşəyir. Şəhidin yer cənnətdir, buyurubdur yaradan. Cənnətə axtaran hər bir kəs hürman düşəyir. Düzdür, çox böyük dərddir bu dünyada qalan qalır. Çünki səni unutmaq da bizlərə nöqsan düşəyir. Arxaca ağlayanın həm də səndən qürur duyur. Sən baxma, gözlərində yaşların insandır şəhid. Sənə boşudur bu torpaqda qalan hər bir kəs. Elə bir xəstələnmişik, bizə olmandır şəhid. Məzarın üstə gedən yolda fərdadır canımız. Bizlər məkadəyik, aləmə sultandır şəhid. Canın şəhid, sənə qurbaşının şəhid. Məzarın nuru ilə dolsun hər bir anın şəhid. Bu vətən torpağımsan, qanın qası varmısan. Çünki xəli çiçək yetişdirib həmin qanın şəhid. Titrək əllərinlə alıb şəklini, ağ çəkib ağlaba şəki dənəsi. Dizlərin üstünə əyib belini, sellər tək şahlaba şəki dənəsi. Baxırsa gəldiyi cığıra izə, quzu otardığı kəbərə düzə. Yaralı köllüdür həyə üzə, dünyada dağlaba şəki dənəsi. Ruhu ildırımda şimşəklərdədir, Qarabağdan əsən küləklərdədir, həsrətli, ümidli ürəklərdədir, çox mərtəb sağlaba şəki darası. Nə deyib, nə yazıb, qələbim dodur. İlhamın dünyası odlanır yanır, sənin dözümündən yağılar sınır, qara şal bağlaba şəki darası. Asta basın o torpağa, orada şəhid nəfəsi var. Qan qarışmış o palçıqda, sönmüş şəhid təvəsi var. Qurban olum, yavaş gəzin o dağlarda, o daşlarda. Qara şallı bir ananın dağlar boyda yarası var. Qurban olum, ana torpaq, bərk qucaqla sən balanı. Güllə dəymiş şəhidimin evdə ağlar anası var. Sağ olun uşaqlar. Vətən eşqi yenilməyən qüvvətdir. İgidlər vətəndən güc ala bilər. Şəhidlik zirvəsi elə zirvədir. İgidlər oraya ucala bilər. Həsrətin tüstüsü ey qalxdı göyə. 30 il o yurtdan aralandınız. Qarabağ yarası sarasın deyə siz öz qəlbinizdən yaralandınız. Bu yurdun qarası daşı danışsa, özünü bu xalq tanıdar. Ağacı göyərdən su və yağışsa, qeyrətin göyərdən şəhid qanıdır. Sağ olun. Sağ olun uşaqlar. Allah razı olsun.
Allah razı olsun. Ya, sağ olun. Sağ olun.